Time Intelligence funksiyaları haqqında danışacağıq. Time Intelligence tarix sütunları üzərində hesablamalar aparmaq üçün istifadə olunan DAX funksiyaları vardır ki, onların ümumi adıdır. Bu funksiyalar vasitəsilə biz cari ilin satışları ilə keçən ilin satışlarını müqayisə edə bilərik. İlin əvvəlindən bu günə qədər olan satış məbləğini hesablaya bilərik və s. Time Intelligence funksiyalarını istifadə etməzdən əvvəl vacib bir məqam vardır ki, bu funksiyaların düzgün işləməsi üçün modelimizdə ayrıca olaraq kalendar cədvəli olmalıdır. İndi bizdə kalendar cədvəli var. Əgər sizdə yoxdursa, əvvəlki dərslərimizdə öyrəndiyimiz kimi New Table hissəsinə keçirik. Burada kalendar funksiyasını çağırırıq və başlanğıc və son tarixləri ya manual şəkildə daxil edirik, ya da sütun adı kimi. Məsələn, sütun adı kimi olsa belə daxil edirik. Minimum funksiyasını istifadə edirik, order date çağırdıq və maksimum funksiyasını istifadə edib yenidən order date, yəni date sütunumuzu çağırırıq. Bunu nəyə görə edirik? Ola bilər ki, bizim bu ay 10 dənə günümüz olsun ki, orada satış olmasın. Və həmin tarixlər order date sütununda olmayacaq təbii ki. Yəni 20 dənə tarix olacaq, 10 dənəsi olmayacaq. Bizdə isə bütün tarixlər olmalıdır bu funksiyaların işləməsi üçün. Ona görə də həmin sütundakı minimum və maksimum dəyəri seçib kalendar funksiyası ilə çağırdıqda artıq ortadakı bütün tarixlər ardıcıl şəkildə düzülmüş olacaq və bütün tarixlər olacaq. Və bunu bu şəkildə enter basıb save edə bilərik. Bizdə indi kalendar cədvəlimiz var. Daha sonra biz nə edirik? Bunlar arasında əlaqə qurmalıyıq. Bizim burada hazırda görünür, əlaqəmiz qurulub avtomatik. Sadəcə bunu silsək, satış və kalendar cədvəlimiz arasındakı əlaqəni də bilirsiniz ki, date sütununu götürürəm. Digər date sütunun üzərində buraxdıqda one-to-one əlaqəsi yaranır və save edirəm. Gördüyünüz kimi əlaqə yarandı. Bu sizdə də avtomatik yarana bilər və ya özünüz də yarada bilərsiniz bu şəkildə. Daha sonra bu funksiyaların düzgün işləməsi üçün bir də kalendar cədvəlini seçib burada Mark as date table kimi seçə bilərik. Bunu aktivləşdiririk. Buradan date sütununu seçirik, əsas sütunumuz hansıdırsa. Daha sonra bu şəkildə save edirik. Və bunun faydası odur ki, bu funksiyalar bəzən ola bilər ki, səhv işləyə bilər və yaxud da düzgün qəbul olunmaz kalendar cədvəli. Biz Power-BI-yə deyirik ki, bizim əsas tarix cədvəlimiz bu seçdiyimiz cədvəldir. Ona görə də bunu bu şəkildə qeyd etməliyik. İndi isə birinci funksiyamızla başlayaq. Date add funksiyası. Bu funksiya seçilmiş tarixi müəyyən qədər irəli və ya geri aparır. İndi buna uyğun bir nümunə yazaq. Satış cədvəlini seçirəm. New Measure klikləyirəm. Yuxarı hissədə biz, məsələn, elə adı ilə yazaq. Date add, məsələn, last month seçirəm. Bunu ad olaraq şərti ürəyinizə istəyir yaza bilərsiniz. İndi burada biz calculate funksiyasını çağırırıq. Daha sonra sum və satış sütunumuzu seçirik. Vergül qoyuruq. Daha sonra biz burada date add-i artıq çağıra bilərik. Burada birinci date sütunumuzu seçirik. Daha sonra bizdən interval soruşur. Məsələn, mən 2 ay əvvəlki tarixə getmək istəyirəmsə, -2 vergül və mat seçirəm. Əgər 2 manat olsaydı 2 ay qabağa getmiş olacaqdı. -1 yer olsaydı 1 il geriyə getmiş olacaqdı. Bu şəkildə intervalı seçirik və daha sonra enteri basıram. Gördüyünüz kimi yarandı. Biz indi bunu yoxlamaq üçün bir dənə slicer əlavə eləyək və bura kalendar cədvəlimizdəki bu sütunu əlavə eləyək. İndi bunun formatını bir dənə dəyişim. Slicer settings daha rahat seçə bilək deyə. Və indi buradan da bir cut vizualı əlavə eləyək. Burada həmin date add-i əlavə edirik. İndi biz
Bu hissədən gəlib məsələn 2024-cü ilin may ayının 1-ini seçək. Gördüyünüz kimi may ayının 1-ini seçən kimi 850 oldu. May ayının 1-dən 2 ay geriyə qayıdacağıq. İndi cədvəlimizi açaq və real baxaq. 2024-cü il may ayından getdikdə 2 ay geriyə, aprel və mart ayı etmiş olur. Deməli, mart ayına baxaq, 2024-cü ilin. Burada 400 və 450, cəmi isə 850 eləyir. Bu şəkildə 850 görünmüş oldu və tarixdə nə seçsək, ona əsasən bu dəyişəcək. Məsələn, apreli seçsək 600 olacaq. Apreldən 2 ay geriyə qayıtsaq mart, fevral, 2024-cü ilin fevral ayına baxsaq, cəmi 670 olur, 280-dən 320-ni. Bu şəkildə görünür. Növbəti funksiyamız isə same period last year-dır. Bu nədir? Yenidən bunu yaradaq burada. Satış cədvəlini seçirəm. New merge edirəm. Burada same period last year yazıram. Bu funksiya bizə keçən eyni tarix intervalını avtomatik şəkildə geri qaytarır. Date ədə biraz oxşuyur, sadəcə fərqləri var. Bu avtomatik seçir. İndi göstərəcəm nümunə üzərində. Calculate yazıram. Sum yenidən satış üsulumuzu seçirəm və daha sonra same period last year funksiyasını çağırıb burada sadəcə date funksiyasını, date tarixini seçirik və enter basıram. İndi yenidən bir kart vizualı əlavə edək və bura həmin mejəni əlavə edirəm. İndi gəlirik buradan, məsələn 2024-cü il mart ayını seçirəm. Biz 2024-cü ilin mart ayını seçdik və bu bizdə bir il geriyə qayıdacaq. 2023-cü ilin mart ayına və 2023-cü ilin mart ayında bizdə 300 və 350 var satışlarımız. Bunun da cəmi 650 eləyir. Bu şəkildə cəmini göstərir. Yəni bir il geriyə getmiş olur və həmin bizə periodu göstərir. Biz burada əgər sadəcə 2024-cü il mart ayının biri deyil də, məsələn, ümumiyyətlə mart ayı da seçilsəydi, yenidən ümumi mart ayını nəzərdə tutmuş olacaqdı. Yəni buradakı seçdiyimiz tarix önəmlidir, ona əsasən dəyişir. Növbəti funksiyamız isə total YTD. Bu funksiya bizdə year to date deməkdir. Yəni ilin əvvəlindən cari tarixə qədər bütün tarixlərin, bütün satışların cəmini verə bilər bizə. Bunun üçün də yenidən gəlirik. Satış cədvəlini seçirəm. New merge seçirəm. Adını yazaq total YTD. Bu YTD-dəki Y hərfi year deməkdir. Year to date. Həmçinin burada month to date də ola bilər, quarter to date də ola bilər. Biz indi ili seçdik. Gördüyünüz kimi burada var total month to date, quarter to date, week to date, year to date. Year to date seçirəm. Sonra sum edib buradan satış cədvəlindəki seyisi gətirirəm və mötərizəni bağlayıb kalendar cədvəlindəki date'i işarələyib enter basıram və burada yenidən bir kart vizualı atıram. İndi isə total YTD-ni atıram bu hissəyə. Bu hissədə biz seçək, məsələn, 2023-cü ilin mart ayını, fevral seçək, 700 oldu. Bu nədir? Biz 1 fevral 2023 seçdiyimiz zaman bu nə edir? 2023-cü ilin ilk günündən slicerdə seçdiyimiz günə qədər olan bütün satışların cəmini bizə verir. Məsələn, 1 fevrala qədər 700 görünür. Deməli, 100, 150, 250, üzərinə gəlirik 200-ü 450 və 250-nə gəldi 700 olur. Yəni ümumiyyətlə burada fevral ayını götürür. Gördüyünüz kimi ilin birinci günündən seçdiyimiz aya qədər, yəni burada əsas fevraldır, 2023-cü il. Ora qədər
satışların cəmini verdi. Məsələn, aprel ayını seçsək, gördüyünüz kimi 1K olacaq. Bunu buradan əslində dəyişə bilərik ki, tam görünsün value hissəsindən dəyəri. Bunun üzərinə klik etsək, buradan e, bu şəkildə görə bilərik. 1350 olacaq. Onu da yoxlayaq. Bura kimi 700 idi. 1000 və 1350 Mart ayında nəzərdə almış oldu. Bunu daha bir müqayisə üçün gəlib buradan line chart əlavə eləyə bilərik. Burada deməli həmin date-də əlavə eləyək. Same period last year-ı əlavə eləyək. Total YTD-ni əlavə eləyək və bir də bizim əsas date sütunumuza əlavə eləyək. Bu şəkildə burada biri əlavə olunmadı deyəsən. Hə, indi burada biz normal şey seçək ki, burada same period last year də aktivləşsin. Məsələn, mart ayını seçsəm bu şəkildə. Bu bizdə date add-dir. 2 ay əvvələ qayıdır, onu göstərirdi. Göy o gördüyünüz kimi same period last year-dır. Keçənli müqayisə eləyir. Total YTD də gördüyünüz kimi get-gedə artır. Məsələn, yanvar ayındakı dəyəri götürür. Daha sonra üzərinə gəlir fevral ayındakını və daha sonra digər ay. Yəni get-gedə artır. Bu normaldır. Çünki ilin əvvəlindən bu günə qədər deyirsə, arta-arta getməlidir və bu şəkildə Time Intelligence funksiyalarını da yoxlamış olduq, öyrənmiş olduq.